Məğlubiyyət çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağında idi. Rəqibin ustalığı, oyunçuların keyfiyyəti. Həqiqətən də bir daha gördük ki, Çempionlar Liqası oynadığımız turnir nə qədər də üst səviyyədə bir çempionatlı turnirdir həqiqətən. Belə deyərdim ki, birinci sayım həddindən artıq səhvlərimiz çox oldu müdafiədə. Daha yaxşı oynaya bilərdik. Daha kompakt, daha sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək. Birinci sayımdan söhbət gedir. Amma ikinci sayım yığışdıq. Belə deyərdim, komanda elə bir knockdown-daydı, ayağa qalxa bilmirdi. Səhvlərin ardınca səhvlər, bu da futboldur, olur belə bir şeylər. İkinci sayım amma danışdıq komanda yoldaşlarımızla. Özümüzə gəlmək lazımdır. Belə olmaz. Hardasa ikinci sayımda istəyirdik ki, önə çıxaq, fərqlənək. Nə qədər oldu, nə qədər olmadı. Bura gələn azərkeşlərimizi dəstəkləri üçün minnətdaram. Hər kəsə öz təşəkkürlərimi bildirirəm. Daha çox vaxt olsaydı, daha da yaxşı hazırlaşa bilərdik. Həm də ki, oradakı stadionu deyim, yəni danışmağa ehtiyac yoxdur. Həqiqətən də futbolçularımız çox yüklənmişdi. Ümumiyyətlə bu aralar 3 gündən bir, 4 gündən bir oyunlarımız var, çox sıx qrafikimiz var. Ara olsaydı daha yaxşı hazırlaşa bilərdik hardasa bu oyuna. Yəni biz istəməzdik heç bir oyun təxirə getsin. Yəni əslində 3-4 gündən bir oyun oynamağımız daha yaxşıdır ki, tempi öldürmürsən. Görürsüz İngiltərədə, nə bilim Avropa klubları da 3-4 gündən bir ancaq oyunlara çıxırlar. Belə deyim ki, yəni öyrəşmək lazımdır bu şeylərə. İnşallah öyrəşərik. Amma bəzi problemlərimiz var ki, o da stadion baxımından da həddindən artıq çox yüklənirik. Həm futbolçular, yəni bu öz təsirini göstərir. Yüklənmə var idi, amma psixoloji cəhətdən düşünürəm ki, heç bir problemimiz yox idi. Rahat idik, bəlkə də çox rahat idik deyə belə bir şeylər oldu. Çünki daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Amma yəni də şükürlər olsun, biz Azərbaycan səviyyəsində, yəni Azərbaycan belə bir səviyyədə oyun görməyib. Çempionlar Liqasının play-off oyunudur. Şükürlər olsun ki, bu gün bura gəlib çıxmışıq. Necə demişimiz, çox çətindir ki, azərkeşlərə çox böyük ümid vermişik ki, onlar bizdən yenə də qələbə gözləyirlər. Yəni başa düşüləndir. İnşallah növbəti oyunlarda onları sevindirərik. Ya, kimdən danışmaq ümumiyyətlə istəmirəm. Yəni elə o qədər də haqsızlıq olmadığı düşünürəm. Buradan 3 qat çox çətin oyun gözləyir bizi, həm tempo olaraq, həm azərkeş baxımı, həm stadion, həm saat baxımı, həm yol baxımı. 6 saatdır yolumuz var. Düşünürəm ki, ilk növbədə psixoloji olaraq özümüzü düzəltməliyik. Birinci növbədə, ikinci növbədə də bərpamızı tezləşdirməliyik ki, həmin oyunda yaxşı çıxış eləyə bilək. Ən azından yaxşı oyun görsədək. Keçən dəfə uğurlu olmuşdu, amma bu dəfə uğursuz oldu. Təəssüflər olsun. Amma yenə də bir yandan da qürurluyam ki, ilk Azərbaycanlıyam ki, səhv eləmirəmsə qol vururam. Çox qürurluyam. Heyf, qələbə olsaydı, ya nə bilim, yaxşı bir nəticə olsaydı daha çox sevinərdim. Amma belə də özümə görə sevincliyəm.